25 may 2025-ci ildə Dövlət İmtahan Mərkəzinin təşkil elədiyi 3-cü qruplar üçün Azərbaycan dili və ədəbiyyat sınağının sualları. Birinci hissə. Hansı sıradakı sözlərin yeri dəyişdirilsə, cədvəldəki uyğunsuzluq aradan qalxar. Kifayət qədər asan bir sualdır. Biz adətən orfoqrafiya ilə düşən suallarda bəzən qarşımıza tanış olmayan sözlərdən çıxır. Amma burada bütün sözlər rahat sözlərdir və bu modeldə bundan əvvəlki qəbul imtahanlarında istifadə olunub. Hansı sözlərin yeri dəyişdirilsə, uyğunsuzluq aradan qalxar. Samavar ilk hərfi elə A ilə yazılır. Loqaritmdə ilk sözü O ilə yazılır. Deməli, bunlar doğru yerə yazılıb. Heç bir dəyişiklik baş verməz. Ekskavator olmalıdır. Parovoz olmalıdır. Paravoz olmalıdır. Burada ikinci hərf A. Ekskavatorda da A yazılmalıdır. Deməli, bunların yeri dəyişdirilsə uyğunluq aradan qalxar. Trayektoriya A ilə yazılır. Stomatologiya isə O ilə yazılır. Bunların yeri dəyişdirilməli. Kanyon çox asan sözdür, rahatdır. A ilə yazılır. Korrektor O ilə yazılır. Deməli, 2, 3, 4 doğru cavab A variantı. Bu sözlərin yeri dəyişdirilsə uyğunluq aradan qalxar. Budaq cümləsi baş cümlə bağlayıcı sözlə bağlanan tabeli mürəkkəb cümlə tələb eləyir. Bağlayıcı söz nədir? Sual əvəzlikləri. Hansı sual əvəzlikləri? Onlar ki, ikinci tərəfdə, yəni baş cümlədə ona bir qarşılıq söz artıra bilək və yaxud cümlədə qarşılığı olsun. Bunlar bağlayıcı söz funksiyasında işlənir. Bu zaman əvəzliklər və yaxud o yerə ki, o yerdəki kimi sözlər də zaman zərfləri bağlayıcı söz funksiyasında işlənə bilir həmin sözlər. Burada doğru cavab C variantı. Kiminlə işləmək istəyirsənsə, onunla danış. Kiminlə işləmək istəyirsən, onunla danış. Kiminlə sual əvəzliyinə onunla qarşılıq sözünü artırırıq. Doğru cavab olur C variantı. Digər variantlara baxaq. Arvadının canına vahimə düşdü, çünki qulağına salatının adı gəldi. Burada bağlayıcı ilə bağlanmışdır. Deyirlər, hər ömrüm bir çaya bənzər. Deyirlər, intonasiya ilə bağlanmışdır. Zərringar xanım da salatın da başa düşdü ki, ki ilə bağlanılıb. Dördüncü cümlədə də D variantında yenə ki ilə bağlanmışdır. Sözdə uyğunluğu müəyyən edin. Sözün kökündəki açıq sait tələffüzdə qapalı saitə çevrilir. Bu olur oxşuyur sözü. Sözün kökündədir. Oxşamaq sözü oxşuyur kimi tələffüz olunur. Sözdəki qoşa saitlərdən biri tələffüz olunur. Mətbə, eyni cinsli qoşa saitli sözlərdə saitin biri düşür. Bu bizim qaydadır. Sözün tələffüzündə səs artımı baş verir. Təbiət, qoşa saitli, müxtəlif cinsli qoşa saitlərdə saitin biri irdisə, ora j samiti artırılır. Bəs burada səsləyim sözü nədir? Negativ sözündə ümumiyyətlə deyilişlə yazılışda fərq olmaz. Maraqlı məqam burada səsləyim sözüdür. Uşaqların bəziləri bunu da doğru cavab kimi götürür, səsləyim olur. Düzdür, burada açıq sait, qapalı saitə keçir. Ancaq sözün kökündə yox, şəkilçidədir burada səs dəyişməsi. Səsləyim yox, səsləyim olur. Sözün kökü səsdir. Lalə orada adlardan feil düzəldən leksik şəkilçidir. Gərginliyin nəticəsi oxuyanlardan biri böyüklərin duası. Hamısına aiddir, yalnız ikisinə aiddir. Maraqlı bir testdir. Aslı tərəfi yəlik halda olan isimlə başlayır. Böyük isim deyil, gərginlik isimdir, oxuyan isimdir. Aslı tərəfi yəlik halda olan isimlə başlayır. Hamısına aid fikri yanlışdır. Yalnız ikisinə aid hökmü də yanlışdır. Çünki birinə aid oldu. Tərəfləri quruluşca sadədir. Gərginlik sözü də düzəltmədir. Böyük sözü də düzəltmədir. Deməli, bu da hamısına aid olmağı da götürə bilmərik və yaxud ikisinə də aiddir, götürə bilmərik. Birinci tərəfi İsmail qrammatik şəkilçi qəbul etsə də, isim deyil. Böyüklərin sözündə lər şəkilçisi var.
Oxuyanlar sözündə də lar şəkilçisi var, amma nə oxuyan, nə də böyük isim deyil. Amma gərginlik isimdir. Deməli, C variantı ikisinə aid olur. Mübtədanın ifadə vasitəsi kimi düşünülə bilər. Gərginlik nəticəsi öz nəticəsini göstərdi belə. Nə gərginlik nəticəsi? Oxuyanlardan biri gəldi. Kim? Oxuyanlardan biri. Böyüklərin duası bizdən əskik olmasın. Nə böyüklərin duası? Deməli, hər üçü mübtədanın ifadə vasitəsi kimi işlənə bilir. Bu hamısına aiddir. Kökü feil olan düzəltmə sözü işlənmişdir. Böyüklər sözün kökü böyümək feilidir. Gərginlik sözün kökü gərmək feilidir. Oxuyanlar sözün kökü oxu feilidir. Amma burada düzəltmə söz soruşur deyə bunu biz götürmürük. Doğru cavab da nə olur? 1-ə D, 2-yə C və E variantları. Əlavələrin hansı cümlə izinə aid olması ilə bağlı arzılığı müəyyən edin. Samanın dərinliklərində ağ buludların arasında 2 qartal uçurdu. Harada? Samanın dərinliklərində ağ buludların arasında zərfliyin əlavəsidir. O günlərin xatirəsi hələ də bizimlə qanlı qadalı günlərin canlı şahidləri idilər. Şahidləri ilədir, bizimlə ilədir. İlə qoşuldu, xəbər olur, xəbəri şəkilçisi var, xəbərin əlavəsi. Leyli və Məcnun operası Hüzeyir Hacıbəyovun ölməz əsəri bir çox ölkələrdə tamaşaya qoyulmuşdur. Nə tamaşaya qoyulmuşdur? Leyli Məcnun operası mübtədanın əlavəsidir. Aşıq Səfər sazı dostunun yadigarını. Nəyi? Sazı, nəyi? Dostunun yadigarını. Bu da tamamlığın əlavəsidir.